Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və sələm alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi ecmaîn. Əmmə bə'd. Biz Əl-Əqidətül Vasitiyyə kitabını davam edirik. Müəllif rahmetullah burada Tur surəsinin 48-ci ayədə gətirərək Allahın ayəsini Əuzu billahi mineşşeytanirracim. Vasbir li hukmi rabbika fe inneke bi a'yunina. Rəbbinin hökmünə səbr etkinən sən bizim gözümüzdəsən. Yəni gözümüzün önündəsən, gözümüzdəsən o mənasında. Başqa ayədə deyir ki, və həməlləhu alə zəti əlvahin və dusur. Yəni Nuh Aleyhisselamın gəmisini əlvah, yəni burada taxta lövhələrdir ki, onun mismarları taxtadan olubdur. Taxtalar bir-birinə gəmini şeyləndə mismarları da taxtadan olubdur. Yəni biz deyir onu, yəni həmin gəmini, həmin əlvahların mismarlar taxtadan olan o taxtaların gəminin üstündə nə elədik? Əməlləhu alə zəti əlvahin. Onun üstündə daşıdıq onları. O gəmini suyun üstündə daşıdıq. Təcri bi a'yuninə cəzəən limən kənə kufr. Yəni həmin gəmi bizim gözümüzün önündə gedir. Kafir olanlar üçün isə onlara olan cəza olaraq. Yəni həmin Nuhun gəmisi bizim qorumamızdadır, bizim gözümüzün önündədir. Biz onu görürük. Amma Nuhun qövmünü isə batırdıq. Nuhun qövmünü, Nuhla bir yerdə olanları, Aleyhisselamla bir yerdə nicahata çatdırdıq. Nuhun qövmündə olanları isə batırdıq. Nuha mükafat olaraq, Nuha səbr elədiyi əziyyətə görə, qövmündən gördüyü əziyyətə görə səbr olaraq, onun mükafat olaraq etdiyi səbrə görə, kafirlərə isə əzab olaraq onları Allah Teala batırır. Və əlqeytu, başqa ayədə Allah dedi ki, və əlqeytu aleykə məhəbbətən minni və litusna'a alə ayni. Yəni bizdən bir sevgi sənə atıldı. Və litusna'a alə ayni, yəni gözümün qarşısında litusna'a, sən onun neysən, o şey düzəldilir. Burada söhbət nədən gedir? Söhbət Allah Subhanahu taalanın gözünün olmasından gedir. Allah Subhanahu taalanın görməsi və gözünün olmasından söhbət gedir. Bu dəlillər Allah Subhanahu taalanın iki gözünün isbatıdır, sifətinin isbatıdır, o zatı sifətdir. Allah Subhanahu taala əzəmətinə, cəlalına layiq olan bir şəkildədir. Allah Subhanahu taala hər görünən göylərdə, yerdə, göylər və yer aləmində görsənən hər bir şey Allah Subhanahu taala görür. Görünə biləcək nə varsa da, hamısı Allah Subhanahu taala onun üçün bir şey də gizli deyil. Hər şey onun üçün zahirdir. Burada lafzul ayneyn, iki göz ləfzi dəlillərdə ya təkdə gəlibdir, göz sözü təkdə gəlib və cəmdə gəlibdir. Yəni iki sözü keçməyib də. O yalnız harda keçibdir iki söz? Hədisdə keçibdir. İki gözün hədisdə olması yəni. Amma tək olaraq gəlməsi və litusna alə ayni fəkəmə məda fi lafzil yed alə səbil ifrad. Yəni və litusna alə ayni. Yəni gözümüzün önündə, gözümün önündə tusna, yəni hazırlandı və yaxud hazırlayırsan. Necə ki əl sifəti keçdi Allah Subhanahu taalanın qabaqda biz əl təkdə gəldi, ikilikdə gəldi və cəmdə gəldi. Mufrad tək olan bir şey, nəyəsə izafə olunursa da ya umumiliyi bildirir. Özündə təki də, ikiliyi də, cəmi də daşıyır. Təcri bi a'yuninə. Yəni bizim gözümüzün önündə, yəni iki gözümüzün önündə, yəni burada isə gözlərimiz cəmdədir. Yəni Allah Subhanahu iki gözünün önündə görməsi ilə, yəni ki, həmin o gəmi gedirdi. Bu ləfz, buradakı keçən ləfz necə ki, əldə keçən qabaqda ayələr götürmüşdük, xatırlayırsınızsa da, Allah Subhanahu əlinin olması barəsində tamamilə bu ləfzdə həminki ləfz kimi üst-üstə düşür, uyğundur. Söhbət nədən gedir? Bir sifət tək olaraq nəyəsə izafə olunursa da, o özündə təki də, cütü də, cəmi də nə edir? Daşıyır. Allah Subhanahu taala burada biz dedikdə bizim gözlərimizin önündə
özünü, nəfsini əzəmətləndirərək deyir onu. Özünü əzəmətləndirdiyi üçün e, o qarşıda gələndə cəmdə gəlməlidir, gözlərimizin önündə. O formada cəmdə gəlibdir, yəni. Yaxşı. Amma ikilik mənasında Quranda Allahın iki əl olduğu gəlibdir, amma iki gözü olduğu ləfzi gəlməyibdir. Lakin bu sünnədə ona dəlalət vardır, varid olubdur sünnədə ona dəlalət edən bir şey. O da ki, Peyğəmbər sallallahu əleyhi və səlləm Dəccəli vəsf edəndə deyir ki, innəhu a'var. A'var yəni gözünün biri görmür, kordur yəni. Və inna rabbakum leysa bi'a'var. Rəbbiniz isə kor deyil. Yəni o insan misalı, Allah misalı daha ucadır. İnsanda misal olaraq gözün biri görməyəndə a'vardır. Şişmiş bir şəkildə çölə çıxmışmı və yaxud da ki, məhz o qarası olmur gözü. Məsələn, məhz şəkildə qarası olmur. Məsələn, bu formada. Burada yəni iki gözündən birinin itirdiyi, yəni insan iki gözündən birini itirəndə belə olur da. Deyir ki, Dəccəl avardır, e, Rəbbiniz isə avar deyil. Onda Allah Subhanahu taalanın nəyi vardır? Buradan götürülən odur ki, Allah Subhanahu taalanın iki gözü vardır. Bu hədisdən götürülən. Bu da Peyğəmbər sallallahu hədisində gəlmişdi ki, sizin Rəbbiniz avar deyil. Əksinə onun iki gözü var, onun əzəmətinə, cəlalına layiq olan şəkildədir, zatı sifətdir. Həzə fīmə yetəalləqu bihətin sifətin hədisdir. Bəli, sizin Rəbbiniz kör deyil. Yəni iki gözündən biri dəccəl itiribdir, amma Rəbbiniz elə deyil. Bu iki sifət həm göz sifəti, həm əl sifəti, yəni burada iki əl və iki göz gəlir. Allah Subhanahu taalanın zatı sifətlərindəndir. Sonra müəllif rəhməhullah davam edərək deyir ki, başqa ayədə burada nəyə toxunacaqdır? Allah Taala'nın eşitməsinə. Allah Taala eşidir. Qad semiyallahu qawlellati tujadiluka fi zawjiha və təştəki ilallahi vallahu yesma'u tahawurakuma. Artıq Allah Taala öz ərinin barəsində səninlə mücadilə edən danışanın səsini eşitdi, sözünü eşitdi. Yəni, bir qadın Peyğəmbər sallallahu yanına gəlir, öz əri barəsində şikayət edəndə deyir Allah Taala bunu eşidir. Və təştəki ilallahi. Allah'a şikayət edir. Vallahu yesma'u tahawurakum. Tahawurakum. Allah Taala sizin ikinizin də danışığını eşidir. Demək, eşitdi, eşidir. Bunlar hamısı feillər, həmsə Allahın adlarından nədir? Semi'dir. Ayədə deyir ki, İnnallah semi'un basir. Allah Taala eşidəndir, görəndir. Başqa ayədə Allah Taala deyir ki, لقد سمع الله قول الذين قالوا إن الله فقير ونحن أغنياء. Artıq Allah Teala o kəslərin sözünü eşitdi ki, hansılar ki, demişdilər ki, həqiqətən Allah fəqirdir, biz varlıyıq. Yahudilər demişdilər onu. Yahudilər həmişə inadkar olublar və Allah həmişə inad ediblər. Özlərini Allahdan varlı sayıblar. Əuzubillah. Başqa ayədə Allah Teala deyir ki, Əm yəhsəbunə ənnə lə nəsmə'u sirrəhum və nəcvahum. Onlar elə hesab edirlər ki, onların biz gizli olduqlarını və aşkarda olduqlarını eşitmirik. Bələ və rusulunə lədeyhim yektubun. Əksinə bizim rəsullarımız lədeyhim, yəni onların yanında hər şeyi yazırlar. Bu ayələr, necə ki, Allahda keçən ayələr, Allah səninlə öz ər barəsində mücadiləni kəsin, yəni qadının səsini eşitdi, səninlə danışığını eşidir, sizin ikinizin danışığınızı eşidir. Muhammed sallallahu əleyhi və səlləm o qadının danışığı var idi. Necə ki, qabaqda keçən başqa ayədən də onlar elə hesab edirlər ki, biz onların gizli olduqlarını, aşkarda olduqlarını eşitmirikmi? Əksinə, bizim rəsullarımız onların yanında onu yazırlar. Burada dəlil vardı ki, birinci sifət olaraq Allah Subhanahu taalanın eşitmə sifəti var. Allah Subhanahu taalanın Kərim adlarındandır. Əs-Səmi' eşidən sifəti. Onun sifəti əzəmətlidir. Əs-Səm' əzəmətli sifətlərdəndir. Zatı sifətdir, onun əzəmətinə, cəlalına layiq olan şəkildədir. Bu, burada keçmiş zaman feilində də gəlib, eşitdi və eşidir. Semiyallahu qavləlləti tücədiluka. Səninlə əri barəsində danışan qadın səsini eşitdi.
وجاءت صفة السمع بلفظ المضارع. Həmçinin mudari də gəlibdir. Sizin danışığınızı eşidir. Həmçində fəil, əs-səmi' fəil formasında da gəlibdir. Səmi'un basir. Eşidəndir, görəndir. Səmi'un alim. Allah Teala'dan eşidən, biləndir. İdən nəxuzu min hadihi nusus. Onda biz bu dəlillərdən götürdük. Allah Teala'nın eşitmə sifətinin isbatını onun əzəmətinə və cəlalına layiq olan şəkildə. Yaxşı, gələn səfər inşallah davam edək və yaxud da tamamlayaq bu ayəni. İnnəni ma'akum əsma'u və ara. Mən sizinlərəm, eşidirəm və görürəm. Burada Taha surəsi 46-cı ayədə gedir. Musa əleyhissalam, Harun əleyhissalam Allah Teala deyir ki, mən sizi eşidirəm və görürəm. Burada dəlildə Allah Teala'nın eşitmə sifətinin isbatı vardır. O sifət zatı, həqiqi zatı sifətdir. Allah Teala'nın əzəmətinə və cəlalına layiq olan şəkildədir. Həmçinin basar sifəti var burada, görmə sifəti vardır ki, o da zatı sifətdir. Allahın əzəmətinə və cəlalına layiq olan bir şəkildədir. Necə ki, başqa sifətlər kimi. Gələn səfər davam edərik. Allah Teala'dan istəyirəm ki, bizlərə faydalar diləsin.